çox şükür eləməlidir. Bəli. Bir nəfər İmam Cəfər Sadiq əleyhissalama yaxınlaşdı. Dedi ki, Ağacan, mən Fatimə Zəhra ananı çox sevirəm. Amma bəzən bir də görürsən ki, qəlbim dolur, qəmlənirəm. Elə ürəyimdən gəlir ki, mən də ona ana deyərək müraciət edeyim. Görəsən necə olar? Deyir, İmam Cəfər Sadiq əleyhissalam baxdı ona, dedi, bunu sənə mən deyirəm. Hər kəs ürəyində Fatimə Zəhraya məhəbbəti olsa, İmam Cəfər Sadiq əleyhissalam imamdır, Cəfəri məzhəbinin rəhbəridir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəsin qəlbində xanım Zəhraya məhəbbəti olsa, qəlbi yansa, elə ürəklə ana ya Zəhra deyə bilər. Doğrudan o adamlar ki, ürəklərində Fatimə Zəhraya məhəbbətləri var, onu kiçik şey bilməsinlər. Ki, xoş o adamların halına ki, onların anaları Fatimə Zəhradır. Maşallah. Bəli, buyurun. Bəli, indi o ki,